Deməli uşaqlar position. Position bizdə birinci qaydada nədir? Bir elementimizin positionu nədir? Nədir uşaqlar? Yəni onun adından görə seçəmək yeri. Yeri, bəli, pozisiyası. Yəni bir elementin positionu dedikdə CSS-də bir elementin ya özünə nəzərən, ya digər elementlərə nəzərən və yaxud ana elementə nəzərən tutduğu pozisiyadır, position. Tamam. Bu CSS-də verdiyimiz addır. Və bir çox yerlərdə istifadə olunur saytda. Necə yəni bir çox yerlərdə? Yəni bizdə dəxlisiz məsəl üçün girib istənilən, məsələn, sayt hazda bir dənə baxaq görək, position, sayt za, sayt haz olmalı. Sayt hazda baxaq görək hər hansısa bir... Ekransına mənim ekran. Oy, ekran sizə verməmişəm mənə, rekorda gedir. Nə gözəl. Ya. Gəldi. Ha. Hələ. Bunu belə elə. Sən də burada da. Hə, baxın, sayt məsəl üçün bu ekrana baxan kimi məsəl üçün positionlıq nə görürsüz? Tamam. Baxın, ekran scroll edirəm. Baxın görə positionlıq nə görürsüz? Görənmirsiniz. Birincini göstəreyim. Birinci gözünüzün qabağındadır. Onu birazdan göstərəcəm dərs irəliləyəndə. Amma hal-hazırda buradakını göstərim. Bunu görürsüz? Məsəl üçün. Necə iki dənə div section bunun arasında dayanır? Görə bilirsiniz? Positiondan dayanıb böyük ehtimalla. Çünki niyə? Üstə çıxıb. Position elədikdə millət bir elementimiz digər elementə görə pozisiya alır və onun üstünə çıxa bilir. İndi bu necə olur? Ondan hamısından danışacağıq. İndi əlavə bir dokument açaq. Buradan Mentor Online CSS dərs 4 deyim. Maşallah CSS-in ucu dərs 4-ündəyim. Millət. Üzr sayın bir dənə zəng gəlir. Səsdə və sair problem yoxdur. Davam edək. Əla. Deməli uşaqlar, bir elementimizin position. Deməli, bizdə tutaq ki, position'ın ən yaxşı izahı sizə göstərəcəm divlərin. Ən yaxşı izahı. Bizdə məsəl üçün bir dənə div var. Bunun adı butu, box. Ürəyiniz nə istəyir deyin də. Bunun adı boxdur. Bu elementimizdə deyək ki, bir dənə divin içindədir. Buna da promote style inline gedək deyək ki, sənin borderun olacaq 2 pixel solid black qara rəngdə, bəli. Qara rəngdə. Bundan başqa müəyyən qədər ölçüsü olacaq ki, sənin 700 pikselin height. 700 pikselə bir div olasın. Biraz da sağdan soldan qraflardan aralan səni görə bilək. Tamam. Sənin içində bir box olacaq. Bu boxumuzun da yenə ölçüsü təxmin olacaq. Width 50, height 50. Bir də olsun background color'ı olsun red tutaq ki da. Yəni burada saxlayaq bunu. Tamam. Biz baxırıq ki, belə bir boxumuz var bu divimizin içində. Biraz da böyüdə bilərik məncə ölçüsünü. 150-nin 150-yə. Tamam. Və bir dənə də bu boxdan yaradıram. Bu da olsun. Box green klası da bir dənə əlavə edirəm. Bunun da gedək. Green eləyək. Greenə də verək ki, background color. Green. Qalan hər şey eynidir. Və bu da green olsun. Aydın. Uşaqlar, məsəl üçün bu elementlərin, indi biz məsəl üçün bunu səhifəmiz olaraq düşünün, tamam. Bu da elementlərimiz olsun, bunlara hər hansısa bir position veririk. Lap elə bunu, elə səhifənin normal səhifə olaraq düşünün, bunu da bir element olaraq düşünün. Bu ana elementdir bildiyimiz kimi, çünki ana divdir, bu body'dir, digərlərdə dayanıblar yerində. İndi bizdə position var. Yəni position elementlərimizin pozisiyasını təyin edirik. Tutaq ki, gedək bir elementimizin pozisiyasını təyin edirik. Məsəl üçün gedək bu greenə baxaq. Tamam. Ya da ki, gedək red'ə baxaq. Yəni buna da bir dənə red class əlavə eləyəcəm.
Çünki bunun ayrı position verəcəm. Gedib deyirəm ki, red sənin bir position olacaq. Tamam, position. Gedib baxıram ki, burada var nə qədər. Yəni absolute var, fixed var, relative var, static var, sticky var və s. və s. Bu base olaraq millət bildiyiniz zavoddan statik gəlir. Tamam. Bunun bizə hal-hazırda lazım olanları baxıram birinci dərəcədə relativ. Bunu öyrəndim. Relativ, millət, bildiyiniz relativ verəndə heç nə dəyişmir. Tamam. Relativ verəndə sadəcə yerində qalır və yerini qoruyur. Ondan sonra buna digər propertiləri verəndə ki, hə, sən topdan artıq 20 piksel uzaqlaş deyəndə, bu başlayır aşağı 20 piksel oynamağa. Leftdən 50 piksel uzaqlaş deyəndə, bu başlayır sola doğru 50 piksel oynamağa. Millət, fikir verin, qırmızı boks öz yerindən etibarən oynadı bu qədər. 20 piksel və 50 piksel. Tamam. Öz yerindən etibarən. Çünki relativ bizdə öz yerini saxlayır və bu topu və lefti öz koordinatından etibarən götürür. Yəni mən burada leftdə 250 piksel belə desəm, bu yaşıl gedib bunun altına girməyəcək. Bura boş olsa belə. Çünki bu öz yerini həmişə qoruyub saxlayır. Yəni ki, siz burada inspektlə baxsanız, yəni burada bir boşluq olsa da, bu bura getmir. Tamam. Bu öz yerini qoruyub saxlayır. Bu belə getdi. Bu yadınızda qalsın. Və millət, bunu tutaq ki, 50 piksel saxlayaq. Position verəndə bir element digər elementin üstünə çıxır. Bu bilirsiniz necə olur? Sizdə bizim dokumentimiz müəyyən layerlardan ibarətdir. Layerlar qat deməkdir. Yəni biz hal-hazırda işləyəndə bir qatda işləyirik. Yəni ki, bizdə position olmayanda bunlar bir qatda olurlar və sən buna tutaq ki, gəlib desən ki, sənin margin topun 30 pikseldir. Bu obiektin üstünə çıxacaq millət? Çıxacaq? Səsim gəlir? Səs... Əgər müəllim, buna uyğun olduğuna görə ola bilər. Çıxacaq, çıxmayacaq? Hə, yox. Çıxmaz. Niyə? Absolut 4 ona görə. Yəni ki, absolut dölgüsə nə deməkdir? Çıxmaz. O birisi elementi də özü ilə bir yerdə itələyər. Məsəl üçün, 50 piksel verəndə yenə bir yerdə itələyər o birisi piksel özü ilə. Bu bilirsiniz niyə belə olur? Məsələn, 0 piksel baxın, ikisi də bir yerdə yerinə qayıtdı. Bu bilirsiniz niyə belə? Elementlərimiz millət, dokumentimiz bir vərəqdən ibarətdir. Fikirləşin ki, bir qatdan ibarətdir. Tamam. Bir qatda bu və bu yanaşı dayanıbdır. Bundan bu yanaşı dayanıbdır. Bu yuxarı gedəndə bunu itələyir. Bu aşağı gedəndə bunu itələyir. Amma ki, məsəl üçün mən buna relativ verəndə, hər hansısa bir position propertisi verəndə mən buna deyəndə ki, sən position artıq relativsən, absolutesan, fixedsən və yaxud sticksən, bu həmin bu red elementimi bir qat qabağa çıxardır. Aydın oldu nə deyirəm? Bir qat qabağa çıxardır. Yəni ki, artıq dokumentim fikirləşin ki, 2 qatdan ibarətdir. Bir qat qabaqda var, bir qat arxada var. Red çıxdı bir qat qabağa, keçə bilirmi green üstünə? Artıq bir qabaqdakı qatda boşluqdur. Düzdürmü? Green qaldı arxadakı qatda. Aydın olur nə demək istədiyim? Aydın olur millət? Keçə bilirmi bunun üstündən? Bəli, keçə bilir. Çünki niyə? Çünki hal-hazırda mənim qırmızı boksum bir qat, baxın, yuxarıdakı qatdadır sanki dokumentin. Biz 2D görürük deyə hal-hazırda ekranımızı 2D təsvirdə görə bilmirik onun 3D görüntüsünü ki, bir qat qabaqdadır. Amma ki, onu təsəvvür eləyin. İndi biz position verməsək buna, gedib desəm ki, sən bunları dəymərəm, absolute verirəm ki, sən position absolutesan. Oba! Position absolutesan, getdi, baxdım ki, yaşıl elementim itdi. Nə dəxli, qardaş? Niyə itdi mənim bu yaşıl elementim? Çünki, ay sağ olun, qırmızının altına keçdi. Niyə? Mən dedim axı, bu qırmızı bir qat qabağa çıxır. Düzdürmü? Bir qat qabağa çıxanda relativ öz yerini qoruyub saxlayırdı. Amma ki, absolute öz yerini qoruyub saxlamır. Sən saxlamaq istəməyə də bilərsən da. Yəni, birbaşa haqqında ki, yəni mən bunu saxlamaq istəmirəm. Bu keçir buna və sən buradan bir dənə desən ki, left 5 piksel. Tamam.
və avtomatik olaraq görürsən ki, buradan nəsə oynayır. Desən ki, top 20 piksel. Tamam. Görürsən ki, nəsə oynayır. Aydın oldu. Və görürsən ki, sənin red elementin 20 piksellik artıq boşluq verəndə yaşıl elementin görünməyə başlayır. Və mən bunun topuna 0 piksel desəm. Millət, fikir verin, bu bayaqki kimi özünə aparmır. Yəni, bayaq gedib bura yapışırdı, indi gedib bura yapışır. Mən demişdim ki, relativ element topunu, leftini nəydən etibarən götürür? Relativ bayaq. Nəydən? Öz pozisiyasından etibarən. Amma absolut element, millət, ana elementi relativ olanın pozisiyasından etibarən götürür. Ana elementi relativ olan. Burada nə demək istəyirəm? Bizdə, sən deyərsən ki, yaxşı Elvin, burada ana element relativ hansında var? Mən də deyirəm ki, burada ana element relativ bizdə statik olaraq body'də var. Tamam. Body'nin siz görməsəniz də millət, zavoddan gələn position relativ kodu var. Bu, məsəl üçün, bu red box'um var. Bu red box'um absolut verirəm buna. Top 0 verirəm. Deyir, nəyə görə top 0? Kimə görə top 0 tutmalıyam mən? Bu da baxır ki, bu ana elementinin position relativi var, yoxdur. Onda gedir, baxır body'yə, body'nin var, hə var, body'yə görə tutur. Və mən buna gəlib desəm ki, tutaq ki, left 5 piksel, buna etibarən 5 piksel verəcək. Right desəm, body'yə etibarən right 5 piksel götürəcək. Görürsünüz? Və mən artıq getsəm desəm ki, yox, body'dən qabaq mən bunun ana elementinə bura verirəm relativi, position relativi buna verirəm. Nəyə görə tutdu artıq? Ana elementə görə. Bəli. Yəni öz relativinə görə tutdu. Hə, tamam. Bu qədər uşaqlar, yəni positionda daha fərqli bir şey yoxdur. Ya özünə görə, ya da ki, hansısa elementə görə elementin pozisiyasını təyin eləməkdir. Bu tardı getdi. Qalan vəssalam. Yəni siz artıq topla, rightla, leftlə oynayırsınız. Yəni sən burada gedib desən ki, məsələn, əslində bu position absolute istifadə olunur, məsəl üçün mərkəzləmək üçün adətən tutaq ki. Buna gedib deyirlər ki, 50%-ə get tut. Tamam. Siz gedib görəsiniz ki, bu tam olaraq mərkəzdə deyil. Gəlin bunu topdan rightdan eləyək. ISO 50%-in 50%-i get tut. Position relativ. Görəsiniz ki, tam olaraq mərkəzdə deyil. Çünki əslində mərkəzdədir. Baxın, mərkəz buradır, buradan etibarən. Ondan sonra da gedib buna deyirlər ki, transform, bunda right yox, left eləyək, daha qəşəng görünür. Baxın, siz nə deyirəm? Baxın, bu topdan da itəliyib, leftdən də itəliyib. Baxın, mərkəz buradır, amma elementin ölçüsünə görə bu qədər aşağı, bu qədər də sağa gedir. Adətən də keçməmişsiniz, amma sadəcə göstərmək üçün yazam. Yox, keçmişsiniz transform. Keçməmişsiniz. Hə, yenə də göstərim sizə. Bunu da bu qaydada eləyəndə baxın görək element hardadır. Tam olaraq mərkəzdə. Görürsünüz? Yəni mən buradan relativi yığışdırsam artıq nəyin mərkəzində olacaq element? Bəli, body'nin mərkəzində yəni. Görürsünüz? Body'nin mərkəzindədir hal-hazırda. Birbaşa mərkəzdədir, centerdədir. Bundan o tərəfəsi yoxdur. Aydın oldu? İndi deyəsiniz ki, daha doğrusu Elvin digər position propertilərini göstərməlidir. Mən də deyirəm ki, gözün üstə. Digərlərini göstərəcəm mən sanki bir saytın üstündə sizə main yazıram, div yazıram, bura tutaq ki, Isayev, burada da bir dənə tutaq ki, məndə uli olacaq, çıxı 3 dənə li olacaq, burada home olacaq, about olacaq, da link açmıram şeylərin içində, özünüz bilirsiniz artıq belə şeyləri. Oy, hara yazır bu bunu? Kontakt olacaq, ondan sonra mainin içi də belə qara bilər. Bir dənə tez təcili şəkildə gedib deyirəm ki, style məndə birbaşa birinci eynilik, bunları sıfırlayırıq, margin, box sizing, border box, başqa nə? List style, nav, bəsimizdir, ondan sonra nava gedib deyirəm ki, background color olsun, tutaq ki, qara, paddingin olsun, 10 pikselin 0-a,
Ondan sonra içindəki, navın içindəki elementlər var. Navın içindəki div. Hə. Uşaqlar, məsələn, belə yazanda navın içində, məsəl üçün, burada da bir dənə div ola bilər. Tutaq ki, bunun içində də bir dənə div ola bilər da. Tamam. Siz sırf buradakı divə demək istəyirsiniz. Neyniyərsiniz? Bilirsiniz? Yine ID böyle ya da kadar. Yox, ondan başqa. Məsələn, deyirəm ki, background qalır. Green. Tamam. Belə eləməyək də bu. Background qalır yox, padding verək, paddingdən görəsiniz. Nə? Padding tutaq ki. Navın içindeki birinci dili seçək. Ay son, birinci divi seçməliyik. Yaxşı, necə seçərik? Qalır. Birinci div necə seçilir? Elə onu soruşam, bilirsinizmi? Baxın, bax biz bir dənə buna padding verməyə çalışmışıq. Amma bu hər ikisinə də padding verir. Baxın, buna da padding verir. Mən demək istəyirəm ki, bu birbaşa olan divə, navın içindəki. Sonraki işarəsi. Ay son, birbaşa olan bundan deyirsiniz ki, navın içindəki birbaşa divə mən padding verirəm. Baxın, sadəcə buna verdi. Əma elementə. Bu içərisindəkinə vermədi. Gördünüz? İçəridəki aralanmayıb. Gözəl. Bilirsiniz da? Bilirsiniz, niyə demirsiniz? Background qalır. Buna heç padding vurmurdum. Niyə heç demişdim bunu? Navın içindəki div. Sən olasan, nə? Display, inline block və s. olasan. UL-də eyni qaydada olacaq nə? Əslində, UL yox, liyə deyə bilərəm. Tamam. İkinə, display, inline block, elə UL-yə də deyə bilərəm. Display, inline block, ondan sonra bunu mərkəzə gətirmək üçün neyini uşaqlar yadınızdadsa? Marginator. Tuturdu marginator. Bir dənə konteynerimi təyin edeyim, siz yadınıza salana qədər. İndi navın içindəki birbaşa div bu birisidir. Navın içindəki, burada bir dənə artıq konteynerdə əlavə edək. Timer konteynerdə əlavə edək. Flex keçməmişik deyə hər şey çox çətindir bilirəm. Amma ki, inşallah düzələcək. Bura bir dənə də konteynermada nə deyirəm? Müəyyən qədər bitim var. Olsun 1200 piksel. Buna da bir dənə margin alt. Margin alt onu bura verərsən. Tamam. Və background color'ımı təbii ki qaldıram hara? Navbara. Ki, bu gözəl şəkildə dursun. Navbarın da biraz təbii ki paddingini artıraram. Konteynerdə paddingə ehtiyac yoxdur. Bu şəkildə dayanır. İndi bunları sağa keçirmək üçün nə edərəm? Nəyə? UL-yə gedib deyirdik ki, nə? Sən, məsələn, text align, right. Right. Amma ki, bu tutmurdu. Niyə? Çünki UL-nin bir nəyi yoxdur. Nəyi yoxdur? Ölçüsü yoxdur, bəli. Bunu da təxmin edirik ki, 100%-dan çıx. Bax ki, 30 piksel desəm, nə qədər tutar, nə qədər tutmaz? Heç qədər tutmaz. 100%. Niyə? Niyə 100% deyəndə nə qədər tutur? Hayır, belə tutur. Tamam, belə süper. Amma yox, bu da tam deyil daha. Bu şəkildə də yox. Çox dedim mən. 40 piksel, tamam, 50 piksel. Tamam. Yaxşıdır mı? Məncə yaxşı. Tamam. Burada bir navbarımız var. Tamam, navbarımız dayansın burada. Hətta biraz da içini böyüdə bilərik. Belə 30 piksel. Tamam. Burada navbarımız var. Burada dayansın. Burada da müəyyən elementlərimiz olsun. Məsələn, gedib deyərəm ki, maində məndə başlıqlar var. H2 başlıqlar var. Siz başlıq 1. Tamam. Saytımızın əsas başlığı. Sən zəhmət olmasa H1. Səndən sonrakılar artıq H2-lər. H2-lərdə deyərəm ki, title. Burada gələcək bir dənə tutaq ki, lorem. Bu qədər. Bundan sonrakılar da biraz çox olsun. Lorem 400'lük bir şey olsun. Sən də belə ol. Və müəyyən qədər scroll yaransın deyə, saytımız bir yekə görsənsin deyə, kaş loremi də ki,
P'nin arasında yazardıq. Düzdürmü? P, lorem, 400. Tamam. Ki sonra bunu qəşəng şəkildə bağlaya da bilək. Ay sağ ol. Sonra bundan da 3-4 dənə kopyalaya da bilək. Baxaq bir dənə saytımızın görüntüsünə. Hə, normal şəkildə qəşəng. Saytımızın əsas başlığı və s. və s. İndi bir dənə də buna nə verərik? Konteyner verərik. Bir dənə də yüngül var buna. Ay maşallah, nə qədər. Buradan konteyner verək ki, qəşəng gəlsin. Class container. Tamam. Biraz da padding verək ki, 30 pikselin sıfıra təxmin. Aysa. Konteynerimiz tutmadı. Tutmadı. Konteynerimizi çünki yazmışıq navın içindəki konteyner. Əslində konteyner təyin edəndə bu iki əsas özəlliyini ayrıca burada təyin eləsəz gözəl olar. Çünki o navın içindəki konteynerə aiddir. Bunu da həll eləsək al. Tamam. İndi bizdə tutaq ki, belə bir saytımız var. Tamam. Millət, saytlarda görmüş olarsınız. Bizdə məsəl üçün iTicket saytında var idi, səhv eləmirəmsə. Bu gedəndə baxın. Yox, iTicket yox imiş. Yox, var idi axı. Baxın. Yox imiş iTicket. Bizdə konteyner yoxdur deyirsiniz. Nəydə? Bəzi hissələrində konteyner olmur. Yox, konteynerin olmasını demirəm. Konteynerlə bağlı deyil. Görüm. Burada var idi. Hə, burada var. Baxın millət. Nə qədər saytımı scroll eləsəm də nə yerində qalıb? Navbar. Navbar yerində qalıb. Aydın oldu, başa düşdük. Məsələn, burada da gedir. Navbar yerində qalır. Görürsünüz. Mən bunu necə eləyə bilərəm? Artıq burada mənim position fixed'im dövrəyə girir. Yəni sən buna gəlib desən ki, yəni fix nədir? Fixlənmiş vəziyyətdə. Background position fixed yadınızda. Nə edir background position fixed? Arxa planda yerində saxlayırdı, düzdürmü? Eyni temada uşaqlar. Bu da bunu yerində. Bəli? Background attachment fixed. Ola bilər. Position da ola bilər. Baxaq da. Background position fixed var, yox. Düz deyirsən, attachment. Baxaq. Background attachment fixed. Background attachment. Çox qəşəng. Background attachment fixed. Nə edirdi? Yerində saxlayırdı. Yaxşı şey nə edir? Position fixed. Gedək baxaq. Bir dənə gedib baxırıq ki, ağzı gözü əyildi. Niyə? Absolute və fixed verilmiş elementlərin height'ını, width'ini itirir millət. Tamam. Əsasda width'ini itirir. Siz buna bir ölçü verməlisiniz ki, həmin ölçünü tutsun. Yəni ki, bildiyiniz elə bil ki, blok element olmaqdan çıxır. Yəni sən bunun ölçüsünü təzədən gəlib bərpa eləyərsən ki, 100%. Bu deyər ki, hə. Baxırıq indi. Yerindədirmi? Nə oldu? Problemimiz var. Nədir? Problemimiz. Height vermək problemi deyil. Height vermək problemi deyil millət. Millət, burada height versək belə bizim navbarımız position'a görə neyiniyib? Bir qat. Bir qat neyiniyib? Qabağa çıxıb. Ayso, bir layer qabaqdadır. Ona görə altında boşluq yaranır deyə digər də onun altına girərmi? Yes. Və hal-hazırda bizim bu kontentimiz girib navbarın altına. Baxın, navbarın altına gedib girilər. Aydın oldu necədir? Ona görə siz artıq navbarın hündürlüyü nədirsə, bunu JavaScript-də əlimizlə özümüz navbarın hündürlüyünü götürüb tənzimləyə bilirik. Burada amma bu ölçü ilə tənzimləsəz göz olmaz. 78.4. Prinsipi 80 piksel. Sən buradan bu main'i yazmağa başlayanda bir dənə gəlib deyərsən ki, mən də navbardan sonra main olacaq, padding'i 80 piksel. Padding topum deyə bilərsən də. Sadəcə top. Tamam. Bu qaydada nə oldu? Yenə gözəl şəkildə işləməyə başladı. Aydın oldu. Və səndə nə yerində qalır?
navbar həmişə statik olaraq yerində qalır. Aydın oldu. Bu gözəl bir şeydir. Bundan başqa mən istəyə bilərəm ki, məndə bu hər hansı məsəl üçün çox istifadə olunmur millət saytlarda. Amma ki məsəl üçün gedir bir element yerində qalır. Tamam. Məsəl üçün müəyyən qədər məsələn bu elementimi saxlamaq istəyir. Adətən belə vizualı çox belə rəngli belə əndirabadi bir saytlarda istifadə olunur. Belə statik saytlarda çox görməzsiniz belə şeylər. Ki məsəl üçün məndəki burada H2-lərimi məsələn H2-mə deyirəm. Məsələn H1-im. Gedib H1-imə deyirəm ki, sənin position olacaq sticky. Gedib baxaq görək bu sticky nə edir. Sticky, tamam. Bir də ki zəhmət olmasa bunu verəndə fixed verəndə millət. Hər ehtimala qarşı bu top 0 dəyərini verir. Tamam. Soruşsaz niyə deyirəm? Oba. Soruşsaz niyə deyirəm bunu? Baxın. Bir dənə də burada qəşəng bir problem var. Onu da gələcək. Soruşsaz niyə deyirəm bunu? Bəzən topunu, leftini statik olaraq, bəzən yox əslində statik olaraq götürmür. Tamam, öz başına hərəkət edir. Bu hal-hazırda top 0-da dayanıb, çünki dokument elə tələb edir top 0-da dayanmağını. Yer oradır. Siz mütləq ki, bir elementə position verəndə onun yerini təyin edin. Yaxşımı? İndi burada buna mən sticky verdim. Gedib baxıram ki, bu sticky məndə heç nə eləmir millət. Hətta bunun üstünə çıxır. Tamam, sizdə bir element üstə, bir element alta çıxırsa, position verilmiş elementlər. Bunun birinin üstə, birinin altda olmağını z indeksindən təyin edə bilərsiniz. Və bu gəlin sizə göstərəcəm. Buna bir dənə daha yaxşı rəng verək. Style color orange verək. Daha qəşəng şəkildə belə. Görürsüz? Tamam. 2-dən position verilmiş elementimdir və bu üstə çıxır. Görürsüz? Bu üstə çıxır. Bu position verilmiş elementim. Sən buna gəlib desən ki, sənin qatın, artıq bizdə qatlar var axı. Sənin qatın z indekslə təyin olunur bu. Tutaq ki, sənin qatın 999, 9999 neçə qat istəsəz əlavə edə bilərsiniz. Tutaq ki, sən yerləşirsən birinci qatda, tamam. Amma ki, adətən biz navbarımızı təyin eləyən uşaqlar statik olaraq bir dənə gəlib bura deyirik ki, z indeks 99. Ki, bundan o tərəfə heç nə zaten təyin eləməyəcək da. Navbar ən üstdə olmalıdır. Baxın, nə oldu? Altına keçdi. Keçdi mi? Keçdi. Buna gəlib desən ki, z indeks 100 H1-ə. Neynədir? Yenə üstə gəldi. 98 bir qat altında. Aydın oldu bu? Aydın oldu millət? Tamam. Millət? Tamam, əla. Və amma ki hələ də mən bunun şeyini görmürəm. Stickinin necə deyim, gözəlliklərindən faydalana bilmirəm. Yer verməmişik. Çünki top verməmişik. Nə verməmişik? Ay, sol. Dedim ki 100% nə vermək lazımdır? İndi bir dənə gedib baxaq görək sticky nə edir. Heç nə eləmir. Gördüyümüzə görə heç nə eləmir. Bir dənə gəlin bu navbarın fixedini yığışdıraq. Çünki altına girir hal-hazırda. Tamam. Nə olur? Sticky verilən yerimiz ora yapışır və yerində qalır. Və bu fixed deyə, bu yenə navbarın altına gəlir deyə, bunun topunu verərsən yenə navbarın ölçüsü qədər. Navbarın ölçüsünü hesablamışdıq. Nə qədər idi bizdə? Mainə vermişdi o qədər. 80 piksel. 78 piksel. Deyərsən ki, 78 piksel toplam. Gəlib baxırsan. Dayandı. Dayandı. Gözəl şəkildə dayandı. Tamam. Fixedimizə bu şey yarayır. İndi mən sizə demişdim ki, saytda istifadə olunan əsas position yerlərini göstərəcəm sizə. Birinci qaydada saytlarımızda millət səbət yazılanda, hər hansısa bir pop-up yazılanda və s. və s. Buradan yeni elan yox. Məsəl üçün Trendyolda, məsələn, Trendyolda girən kimi 100% bizə bir pop-up çıxar. İnanmam ona. Trendyol hardadır burada? Yığışıb ekranla. Trendyol. Gedək görək nəsə çıxır. Çıxmadı, olsun. Saytlarda, məsəl üçün, aha, baxın, nədir navbarı?
Görürsünüz fixlənib yuxarı. Saytlarda buradan hardan pop-up çıxarda bilərik trend yoldan uşaqlar? Elə ağlınıza gələn. Aha, məsəl üçün. Yox, bu pop-up deyil. Şeyin pop-up'ını göstərə bilərəm. Pop-up demirəm. Bunun məsələn sidebarını göstərə bilərəm. HTML. Bunu görürsünüz qıraqda bunu. Bunlar sidebarlardır. Tamam. Bunlar sidebarlardır. Sidebarlar bizdə məsəl üçün basanda açılır. Səbət hissəsi olsun və s. hissəsi olsun. Bizdə məsəl üçün bizdə ola bilir pop-up'lar. Pop-up'lar nə eləyirəm? Pop-up. CSS pop-up deyim. CSS pop-up deyim. Hər hansısa bir şeyə basanda sizdə çıxır, məsəl üçün delete olunsun, məsəl üçün login formu çıxır. Baxın, open form belə bir şey çıxır. Ondan sonra buradan şeydə qəşəng pop-up'lar olar. Flowbyte-da qəşəng pop-up'lar olar. Bir dənə Flowbyte-dan baxaq. Məsəl üçün basanda sizə, baxın, confirm eləyəndə belə chat və s. eləyəndə buradan pop-up çıxır. Birinci açsan kimi çıxan pop-up'ınızı gördün, bura ekrana çıxan. Məsəl üçün belə bir pop-up çıxır. Baxın belə. Bunları necə hazırlayırlar? Bunlar hər bir şeyin qabağına çıxır axı. Bunları da eyni qaydada position'a. Mən bayaq məsəl üçün position'ı ortaya gətirdim saytda. Gördünüz də? Box'u ortaya gətirdim saytda. 50% verir. O şəkildə də siz pop-up'ınızı çıxarda bilərsiniz. Bundan başqa, bayaq məsəl üçün sizə dedim ki, saytda position'dan nə gördünüz? Fikrimizdən qaçdı. Mən göstərim. Bunu görürsünüz uşaqlar. Aha, bu position'dır birbaşa. Görürsünüz. Nə qədər neynəsək də bu burada qalır. Bu adətən də necə olur? Adətən də bu qaydada məsəl üçün bizdə saytda məsəl üçün kontentimiz həddindən artıq çoxdur. Burada bir dənə main içində bir dənə div var. Bunun içində də bir dənə ox işarəsi var. Symbol. Ox. Yuxarı olan ox. Left, up. Tamam. Bir dənə ox işarəsi. Oy. Left. Aha. Mən rəhbərliklə danışdım və belə yenə də müəllimədə sorur. Mən çıxmalıyam icazəniz var. Çıxmalısınız. Zaten 5 dəqiqəyə qutarır. 5 dəqiqəyə gözləyə bilərsinizsə gözəl olar. Gözləmirsinizsə, çox tələsikdirsə icazə sizindir. Tamam, çok sağ olun. Getdin, qaldın. Getdin? Tamam. Onu da istəyəm. Tələsmək. Deməli, bizə bir dənə bura. Oy, bu kimdir? Kopyalamadıq biz onu. Copy. Bundan qoydum. Tamam. Biz də gəlib deyirəm ki, bu oxu məndə class. Arrow. Tamam. Arrow. Tamam. Bunun müəyyən qədər bir width olacaq, müəyyən qədər bir height olacaq, border radiusu olacaq. Tamam. Padding olacaq. Ondan sonra text align center'da olsun. Bundan əlavə font size 1 təxmini 2 rem olsun. Öz color'ı olsun ağ. Background color'ı da olsun qara. Aha. Belə bir ox. Tamam. Bir dənə də kursoru da olsun pointer. Tamam. İndi bu oxumuzu gətirib mən salmaq istəyirəm hara? Bura. Nə deyirəm buna? Position. Hara relative verək? Onun promoyla okey, position absolute verək. Promoy sağaldı. Hər hansısa relative verməyə ehtiyac var? Bu dəqiqə yoxdur. Yoxdur. Çünki mən istəyirəm ki, bu tutsun dokumentimə görə, body'yə görə. Düzdürmü?
Düzdürmü? Dokumentimə görə. Gedib deyirəm ki, position absolute bottom 10 piksel, right 10 piksel. Başqa fikri olan var? Bəli, hal-hazırda buradadır. Amma ki, bəli, elementimiz gedir. Çünki niyə? Absolut yox, ekranda qalması üçün nə işlətməliyik? Yes. Amma hal-hazırda baxsaq, buttonumuz yerindədir. Hətta biraz da buradan uzaqlaşdıra bilərik. Bu şəkildə. Və bir dənə məsəl üçün gəlib buttonuma desən ki, sən div yox, gəl ATG ol, sənin də hrefin olsun, hrefin olsun, top. Tamam. Gəlib indi buradan belə eləyəndə, hop, bura bir dənə yuxarı qayıda bilərsiniz. Və gedib də bir dənə scroll behavior'a smooth desəz, onun da text decoration'ı gəldi. Bir dənə də qəşəng görsənsin deyə, bunu da text decoration'da nam desəm, oba, nə oldu? Tamam, gözəl şəkildə tənzimləndi. Bu uşaqlar position'ın saytda istifadəsidir. Nav var, bu uşaqlar position'ın saytda istifadəsidir. Baxın, bu, dediyim pop-up, ondan sonra yandan açılan səbətlər. Səbət açılır buradan. Tutaq ki, belə bir 30%, 40%. Eyni qaydada o da. Aydın oldu sizə? Saytda istifadəsidir belə uşaqlar. Bundan əlavə, nəyi? Dairə effekti kimi oldu, onu necə bilməlisiniz? Dairə nə effekti kimi oldu? Bir neçə saniyə bundan qabaq etmişdik, onu dairənin içində al. Effekt. Yox. Ne? Neynədir uşaqlar? Biraz açıqlayın görək. Nəsə eləmişəm. Sərələmək üçün göstərdiyiniz deyil. Mouse logo seçdirilmiş formada oldu. Səsiz bir-birinizə qarşı uşaqlar işləmədim. Bir-biz deyin. Mouse logo seçdirilmiş formada. Hə, bundan, bu. Bu. Hə, tamam. Windows 10-da kontrola 2 dəfə vuranda mən bilən bu çıxır. 11-də dəqiq bilmirəm. Windows 10-lar bir dənə yoxlayın. Hamınız yoxlayın. Kontrola 2 dəfə vurun. Çıxmalıdır inşallah. Amma soldakı kontrola. Çıxmırsa mənim komitəmdədir, bilmirəm. Çıxan oldu. Çıxan olmadısa deyəsən. Windows 11'dir. Ayda. Burada şey var idi. Məndə nəsə tool var idi. Bu snipping tool'un şeyidir bu. Bu amma bu səhv eləmirəmsə özünündür. Şeyin birbaşa bunu Microsoft Store'da özü birbaşa gəlmişdi məndə. Microsoft Store'dan. Daha bilmirəm nə indi, işlədirəm gün kimi. Şeyindir millət, Power Toys'un, bunundur. Bunundur, Power Toys'undur. Çox böyük ehtimalla. Mən bilən səhv eləmirəmsə, kontrol. 2 dəfə kontrol vuranda bunu açır. Bu da ki Microsoft'un özündür. Burada çox qəşəng şeylər var. Məsəl üçün, Ctrl Shift T eləyəndə, yox, səhv elədim. Alt Shift T eləyəndə, səhv elədim, Windows Shift T idi, nə idi? Aha, Windows Shift T eləyəndə, məsəl üçün, buradan teksti belə kəsirsiniz və bunu bu tekst olaraq kopyalayır. Görürsünüz? Yəni, şəkil olaraq kəsirsiniz, tekst olaraq kopyalayır. Belə maraqlı tool'ları var. Windows 11'də həmin onun şeyi də var. Video rekord tool'u da var. Bu qədər uşaqlar. Və sizə taskım olacaq. Eşitirsinizmi mənə? Baxırsınızmı ekrana? Belə bir kartım var. Bu kartda bu nədir? Nəyin üstündədir? Pozisyonu görə bilirsinizmi rahat? Yəni. Artıq bu kartı sizə verməyimin səbəbi qəşəng şəkildə əlləşəsiniz üstündə.
İndi burada iki cür şey var. Məsəl üçün şəklin pozitionunu nə verərsiniz? Maraqlıdır. Positionlar. Hə. Absolut. Nə? Absolut. Absolut. Mən məsəl üçün deyirəm ki, şəkil zaten altının buranın şeyini saxlamıyor, ölçüsünü. Relativ də vermək olar. Burada tutaq ki. maksimum relativ verib bottom 0 vermək olar. Onun üstündəki Hə, amma düzdür, buradan biraz məsafən çox olacaq relativdə. Absolut verəndə də yerini itirir. Bura statik height verməlisən və yaxud padding verməlisən. Ona görə maraqlı bir taskdır. Yəni bunu sırf gedin positiondan istifadəni öyrənmək üçün sırf gedin bunu işləyin. Aydın oldu? Bunun yerini tənzimləmək üçün biraz əziyyət çəkəsiniz. O da mənə xoşuma gəlir. Tamam uşaqlar. şəkli qrup atarsınız. Bu 100% çatacaq. Göz yaddaşını yadda saxlaya istəyirsən. Fərqli şəkil olsa olar, deyəsən bu ermənidir. Muradyan. Adımızı doğrayıblar. Heç nə olmaz. Siz bura Murad eləyərsiniz. Qaqaşın başına bir dənə belə X qoya bilərsiniz. İcazə verin. Tamam. Bura Armeniyaya protestozad yazısı yazarsınız. Bura Azərbaycan bayraqları qoyarsınız. Vətənpərvərlik. Olar elə. Ermənidir mənim bu. Bəli, Ermənidir bu. bilmirəm ki, nə bilim. Vazgen. Ola bilər. Vazgen Muradyan. Erməni sizin kompüterinizdə nə iş var, əməli? Valla mən task olaraq atıram. Birinci dəfədir adını oxuyub erməni olduğunu gördüm. Amma milliyyətçiyik. Narahat olmayın. Bax. Bayrağımız da burada. Narahat olmayın. Heç uşaqlar. Başqa sözünüz, sualınız. Amma taskı mütləq. Yaxşı. Başqa sözünüz, sualınız. Sağ olun. Sağ olun. Gələn dərslərdə görüşərik inşallah. Sağ olun. Sağ olun. Sağ olun.